Allah Subhanahu va Taala Quran-ı Kərimdə zamana and içir. And olsun zamana ki, insan ziyan içindədir. Yəni bizim o yaşadığımız o zaman, bizim o içində olduğumuz o an və Allah Subhanahu o ana and içir. Və bu ki, insan ziyan içindədir. Yəni o anın, o zamanın qədrini bilmir və ziyandadır. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insan oğlu iki nemət var ki, onların qədrini bilmir. Sağlıq və boş vaxt. Bu deyil, iki nemətin qədrini insan oğlu bilmir. Biz sağlığımızın nə qədər qiymətli olduğunu, əlimizin, ayağımızın, gözümüzün, vücudumuzun bütün üzvlərinin nə qədər qiymətli olduğunu yalnız onu itirəndən sonra anlayırıq. Böyük bir alimin çox gözəl sözü var. Buyurur ki, sağ adamların başının üzərində bir tac var ki, onu yalnız xəstələr görür. Yəni o sağlığın nə boyda bir nemət olduğunu yalnız xəstə insanlar bilir. İkinci boş vaxt. Və biz bu boş vaxtımızı nə qədər sərf etdiyimizi nə vaxt bilirik? Əlimizdən çıxandan sonra. Sağlığımız əlimizdən gedir, yaşlılığımız ön plana çıxır və biz bir dönəmə gəlib çatırıq. Nədir? Kaş bu ömrümüzü xeyir işlərə sərf edəydik, xeyir əməllərə sərf edəydik.